Gör nə gülməli vəziyyətə gəlmişik. Biz deyirik Makron düşmənimizdir. Mən də razıyam, Köpəoğlu düşmənimizdir. Və içimizdəki Makronlarla nə qara? İçimizdəkilərlə nə qara? Ha? Deyirik dəmir yumruq. Yumruğun bərk olsun, razıyam. Dəmir yumruq Paşinyanın başında çatlasın. Bu dəmir yumruq arada bir, ətrafınızda sizin sərəncamlarınızı icra etməyən vəhşilərin başında arada bir çatlasa yaxşı deyilmi? Onların başında çatlasa, siz daha da xalqın gözünə girərsiniz. Daha da bərayət qazanarsınız. Biz yesirləri adam yerine koymurlar. Evladım ittifak işi, 20 yaşında, sərçədən söhbət getmir. Heç şey icra olunmur. 93'ten 97'ye kadar muharebede olmuşam. Borcumuydu. İndi hal-hazırda. Mən muharebede olan vaxtı elə şəxslər var idi ki, heç cəbhəyə də getmədi. Heç onların cədvəlində, fikrində də yox idi ki, onlar ailə quracaqdı. Onların evlatları olacaqdı. Onlar vəzifə yəsi olacaqdı. Bugünkü günü həmin qudurmuşlar biz veteranların sözünü eşitməyəcəkdi. Onda döyüş belə döydü. Bütün müharibə işçilərine qurban olub. Çəkələrlə, ayaqlarımızdan tikan çıxada, pozisiyalarda. Vətən uğrunda. Hansı vətən uğrunda? Bugünkü günü vətəndə hoqqabazlar oturubdur, saymır bizi. Cənab Prezident saymırlar. Bax, nəyə görə? Mən dilimi qatlamalıyam, yoxsa həqiqəti deməliyəm.